Salam edirəm əziz xalqımızı. Mən Lənkəran sakin Rəşad Əliyev, bir nömrəli nəhəng liderimiz İlham Əliyev cənablarını dəstəkləyən vətəndaşam, Azərbaycanın sərkərdəsi, bütün dünyada sözün demiş prezidentimiz. Siz təsəvvür gətirin ki, əziz xalqım, bu yaxın günlərdə cənab prezidentimiz birbaşa bütün dünyaya mesaj verdi ki, yəni ki, Azərbaycanla heç kim ikinci söhbət eləyə bilməz. Azərbaycanla istəyir güc sahəsində, istəyir silah sahəsində, hansı sahələr olsun, Azərbaycanla ikinci söhbət eləməyə heç bir ölkənin cəsarəti çatmaz. Nota verdi, bütün dünyaya nota verdi cənab prezidentimiz. Fransaya da öz sözünü dedi. İranda Azərbaycana qarşı istədilər ki, eləsinlər. Dərhal cənab prezidentimiz onların qarşısına aldı, naxadı göstərişini verdi, onları oturtdurdu yerində. İrandakı o qüvvələr var idi. Rusiyadan da Azərbaycana qarşı istədilər təxribat, onları da yerində oturtdurdu prezidentimiz. Baba, bu lider belə olar. Biz, əziz xalqım, biz bimananı bilməliyik ki, Allah cənab prezidentimizi qorusun ki, gör fikir verin. Azərbaycanın Ermənistan havadarlarını yerinə oturtdurur. Fransadakilər havadarlarınızı yerinə oturtdurur. Azərbaycanın içindəki o qara qüvvələri yerinə oturtdurur. Bütün dünyada nə qədər Azərbaycana qarşı təxribat yaradan hamısını yerinə oturtdurur cənab. Təkliyinə ya, təkliyinə. Bu birisi nə deməkdir? Bunu Azərbaycan xalqı dərk eləməlidir ki, bu cür liderimiz var bizim. Bu birisi nə deməkdir? Təkliyinə ya. Çünki nəhəng liderdir ya, onun qabağında heç bir dövlət yana bilmir, hətta yana bilmir, heç bir prezident, duxu da çatmır. Mənim bütün çıxışlarımı bütün yerlərdən izləyirlər. Ermənistan, Fransa qalxıb mənə tərəf, məni deportasiya, məni heç kim deportasiya edə bilməz. Efir vasitəsilə deyirəm, mənim nəhəng liderim var, Azərbaycanımızın nəhəng liderimiz var. Məni heç bir dövlətin cəsarət çatmaz mənə deportasiya eləsin. Çünki mən Azərbaycan vətəndaşıyam, bimənalıdır və öz cənab prezidentimi də dəstəkləməliyəm. Bəli, çünki liderin apardığı siyasət bir nömrəli siyasətdir. Heç kim mənə deportasiya edə bilməz Azərbaycandan. Heç bir dövlətin cəsarəti çatmaz. Çünki mənim nəhəng liderimiz var. Əziz liderimiz, Ali Başkomandanımız var. Dünyada bir nömrəli sərkərdədir. Bütün dünya sözün demiş prezidentdir. Bəli, yandırıb tökürəm Ermənistanı. O yandan cənab prezidentimiz yandırıb tökür Fransanı, Ermənistanı. Ben de bu yandan yandırıb tökürəm çıxışlarımla. Baxırlar, onları hamısı mənim səhifəmə girib izləyirlər. Bütün ölkələrdən izləyirlər mənim səhifəmə. O Azərbaycanın o qara düşmənlər var. Hansı ki, cənab prezidentimiz onları sındırır. Sındırır promo, yandırır tökür. Kəlməsi ilə. Onlar öz silahlarına güvənən cənab prezidentimiz öz kəlməsi ilə onları sındırır. Ermənistanı sındırdı. O İranda olan o qara qüvvələri onları da sındırdı. Rusiyada olan qara qüvvələri sındırdı. Fransadakı o qara qüvvələri sındırdı. Bu lider belə olar da. Bu lider nə lider belə olar da. Yandırır tökür bütün dünyanı çıxışları ilə, kəlməsi ilə. O dalovlu çıxışları ilə. Eşq olsun mənim liderimə. Azərbaycanımızın nəfəs alırıq biz, cənab prezidentimizlə biz nəfəs alırıq. Mən şəxsən özüm Lənkəran sakin Rəşad Əliyev, cənab prezidentimizlə nəfəs alırıq. Çünki biz bu cür liderin bütün dünyanı sındırmağı, bütün dünyanı sözün demiş prezident yoxdur bütün dünyada. Yeganə dövləti ki, Azərbaycan dövləti ki, bizim bu cür nəhəng liderimiz bütün dünyada sözündür, meydan oxuyur bütün dünyaya. Bütün dünyanın prezidentlərini də oturtdurur yerinə. Lider belə olar, prezident belə olar. Bəli, o Azərbaycanda o qara qüvvələri var, yandırır, tökür müxalifəti. Görürlər Azərbaycan prezidentinin bu cürə çıxışları, bu cürə bütün dünyaya sözün deyən prezidentdir. O müxalifət yanır, tökülür. Yandırır, tökür onu. Hələ boş onun cənab prezidentin kölgəsindən müxalifət qorxur, onun siyasətindən qorxur müxalifət. Çünki bilir ki, Azərbaycan lideri nəhəng liderdir. Onu Allah cənab prezidentimizi qorusun, o gözlərdən qorusun. Allah ona uzun ömür can sağlamlığı, Azərbaycan xalqımızın üstünə əski eləməsin ki, bu cür liderimiz var. Mən bir dənə kəlmə deyim, Allah cənab prezidentimizi qorusun, o gözlərdən, o düşmənin zaten duxu çatmaz, heç bir dövlətin başı deyil Azərbaycana qarşı. Mən burada mesajımı da verirəm bütün dövlətlərə, heç bir dövlətin başı deyil Azərbaycana qarşı
nəsə eləsin, heç bir dövlət, heç bir ölkənin başı deyil. Kimliyindən asılı olmayaraq. Çünki Azərbaycan prezidentinin qabağında bacaran dövlət yoxdur. Yeganə prezidentdir ki, bütün dünyada sözünü deyir. Liboy ölkənin sözünü deyir cənab prezidentimiz. Ona görə biz cənab prezidenti alqışlayırıq. Apardığı siyasətdə biz dəstəkləyirik. Biz Azərbaycan xalqı dəstəkləyirik. Və cənab prezidentin də yanındayıq. Yumruq kimi. Lazım olan ölkələrdə cənab prezident öz yumruğu ilə onların başını sındırır. Ermənistanın başını sındırır. Onun havadarların başını sındırır. Müxalifət Azərbaycandakı müxalifətin də başını sındırır. O lider belə olar. Yandırır, tökür bütün ölkəni. Onun qabağında, siyasətin qabağında yanan ölkə yoxdur ya. Eşq olsun Azərbaycan xalqına. Qarabağ Azərbaycandır.